Benden solda olan hanımın adı Cəmilə. Cəmilə Azərbaycanda fəaliyyət göstərmiş əfsanəvi bir xanımın yadigarıdır. Tatyana Çalacinin. Bizim çox yaxın əski dostumuz, bizim cəbhədaşımız, bizlə uzun illər səngərlərdə olan bir xanım. Allah ona qəni-qəni rəhmət eləsin. Kəmalə xanım da Tatyana Çalacı ilə ilk gündən eyni səngərdə olan birisidir. Onun cəbhə bölgəsində necə güllələrin üstünə şığıması kamera ilə, o ən təhlükəli məqamlarda şəkillər, video çəkməsi, şəkillər çəkməsi, onlar haqqında bayaq danışdı və mən uzun illərdir bir-birimizi tanıyırıq. O cəbhədən sonra da biz dostluq elədik, əməkdaşlıq elədik. Bizim Beynəlxalq Avrasiya Mətbuat Fondunun bir layihəsi var idi. 20-ci əsrin soyqırımı, genosid 20 veka. Bu kitabda o yer alıbdı. Burada toplanan materialların hamısında, hər səhifəsində Banfın haqqı sayı var. Kəmalə xanım şahiddir. Cəmilə xanım o zaman ki bu informasiyalar toplanırdı. Kəmalə xanım xatırladı ki orada sizi məktəbə seçdilər. Oradalar. Bugün bizi ofisimizi ziyarət elədilər. Hər ikisi mənim üçün çox yadda qalan bir gündür. Çünki Tatyana Çalacı həyatını Azərbaycana həsr eləmiş çox dəyərli bir ziyalı idi. Baxmayaraq ki, fərqli bir millətin, fərqli bir dinin nümayəndəsi idi. Amma Azərbaycan sevdalısı idi. Azərbaycanın haqlı olduğunu candan, könüldən bilir. Mən hesab elədim ki, bir günlərsi Banfın komandasına hər iki xanımı təqdim edeyim. Kəmalə xanım orada F1 qumbarasını görən kimi dedi, canımda onun neçə qəlpəsi? 32 qəlpəsi var. Bu hər iki insan, hər iki adam elə təsadüf adamlar deyil. Onu mən istəmədim, məni otağımdan çıxıb geçsinlər. Əlbəttə biz danışdıq ki, biz tez-tez görüşək. Cəmilə mənim balamdır. Elə Kəmalə xanım da bizim bacımızdır. Mənə bilirsiniz nə deyir? Mənə deyir ki, mən deyir, həm də yazıbdır mənə. Nə istəyirəm, nəsə bir könüllü qatqı verim sizə, işlərinizə dəstək olun. Əlbəttə biz çox məmnun olarıq. Kəmalə xanımdan da xahiş edəcəm. Kəmalə xanım bu Fövqəladə Hallar Nazirliyinin xilas edici komandasında qadın xilas ediciləri. Özü ilk qadın xilas edici mən olmuşam. İlk qadın xilas edicisi. Yəni bu həm də sizin ekspertinizdir, dəyərli bir xanımımızdır. Qulağıma pıçıldayır ki, mən sizin qadın meyini axtaranlara müəyyən bir psixoloji deyil, təlimlər də keçə bilərəm, onlarla görüşüb danışa bilərəm falan. Allah ruhunu şad eləsin Tatyananın. Biz inşallah bir gün kollektiv olaraq onun məzarını da gedib ziyarət edərik. Sastradanya'nın ilk kitabı, ilk əsərlərindən biri. Düzdür, bu fotoalbomları əvvəl nəşr olunmuşdu onun. Müharibə ilə bağlı fotoalbomlardır burada. Xanımın gördüyü, çəkdiyi kadrlardır. Onların hamısını özü çəkib. Onların başqa bir adam. Bunlar onun üçüdür. Onun özünün çəkdiyi kadr. Bu kadrların heç belə qiyməti yox da. Bugünkü gün kitabın hər səhifəsində bizim Banfın haqqı sayı var. Nə maşını var idi? Sən xatırlayırsan, nə idi o maşın? 06 var idi. Bir ağ maşını idi. Onunla hərəkət edirdi. Mən özüm birinci Qarabağ müharibəsi, yəni 91-ci ildən, yəni o döyüşlərə getmiş. 18 yaşım oldu. Evet. Sonra zabit rütbəsinə qədər yüksəlmişəm. Hal-hazırda Fövqəladə xilas edici. Həm də Korotuyla məşğul. Şatakan dövr üzrə birinci dərəcə beynəlxalq birinci dan kəmər ustası. Mənim üçün də sizləri görmək çox xoş oldu. Ümid müəllim məni dəvət edəndə sadəcə fikirləşdim ki, yəni ki, mənim də əgər qatqı ola biləcəyim bir şey varsa, sadəcə öz köməkliyimi göstərərəm. Cəmilə də biraz uşaq olub o dövrlərdə, amma çox şeyləri xatırlayır. Yəni, amma Kəmalə hər şeyin içərisindədir də, baş verən hadisələrin içərisindədir. Çətin illər idi o vaxtlar. Bir-birimizə söykənməli idik. O 90-cı illərdə, ondan sonra 2000-ci illərdə bir-birinə söykənmədən hərəkət eləmək olmazdı. Biz bu kitabın, bu layihənin
başlanmasına təxminən 2005-ci ildə başladı. Neredeyse bir iki yıl sonra da bu kitap çap oldu. Onu da qeyd edelim ki, orada biraz yox, çox, dediniz biraz kömək oldu, çox kömək oldu. Yəni demək olar ki, əsas baza hissəsini Umud müəllim yaratdı onu. Və ilk mərhələdə biz o da əhali ilə işləyən, yəni Xocalı sakinləri ilə bu sənədlərin toplanmasıdır. Heç onlar özləri də anlamırdı ki, bu nəyə lazımdır da. Ancaq sonra zamanla tarix göstərdi ki, doğrudan da çox vacib sənədlər idi. Bayaq qeyd elədim, 20-ci əsrin genosidi, 20-ci əsrin soyqırımı adlı bir layihə idi. O zaman Xocalıdan olan insanların böyük əksəriyyəti Ağcakənddə idi. Ağcakənddə də yerləşmək üçün infrastrukturumuz yox idi. Biz düşündük ki, onların bir hissəsi həm də Bərdədə idi, Xocalıların bir hissəsi. Biz o vaxt düşündük ki, Tərtərdə də bizim ofisimiz var idi. Biz o vaxt nəqliyyat ayırdıq, 06 maşını ayırdıq. Bir sürücümüz var idi, Əhməd kişi. Allah ona da rəhmət eləsin, Zəngilandan. O da qaçqın idi, məcburi köçkün idi. Onu ayırdıq. Dedik ki, Əhməd kişi sizin qulluğunuzda orada bu yaxınlarda Aydın Əlizadə deyilən bir əməkdaşımız var idi. O da bu işlərdə bizə o vaxt orada rəhbər pozisiyada idi. Bizə dəstək olmuşdu o proseslərdə, səfərlərdə, ünvanlara getməkdə. Bizim adamlarımız bələdçilik eləyirdi. Orada mən tapşırmışdım, uşaqlar da bələdçilik eləyirdilər. Burada icra strukturları ilə əlaqələrin qurulması. Bu mənada həm də indi yeri tanıyan adam, yerli adamlar olaraq dəstəyə ehtiyac var idi. Ev tutduq orada. Orada şərait oldu və bu layihənin reallaşması üçün biz təşkilati dəstək göstərdik. 06 maşını da biz Tatyana xanıma bağışladıq onu. Çox sürücü problemi var idi. Hər dəfə bir dəfə dəyişdi, sonra ikinci dəfə. Sonra notariusa gedəndə mən notariusun qulağına pıçıldadım ki, bunu hədiyyə elə ona. Özü də şok oldu ki, mütməlim siz neyinirsiniz? Hem haqq edirsiniz. Bu maşına da haqq edirsiniz. Bu sizinkidir. Yəni doğrudan da bilinlərsin, baxırsan bu kitab əvəzsiz bir kitab. Əvəzsiz. Burada o faciənin qurbanları, yaxınları əllə yazıblar burada. Orada əllə yazılan izahatlar, filanlar, bunların hamısı o qədər unikal şeylərdir. Yəni onların hər biri haqqında böyük bir dosya var bu kitabda. Bu kitabın artıq qiyməti yox. Bu mənada bizim üçün də həm də çox xoşdur ki, biz bu işlərin içərisində olmuş. Görəcəyimiz işlər çoxdur, amma bu bir tanışlıqdır, amma bunu əməkdaşlığa çevirmək lazımdır. Buradan sonra o güc artıq burada iki nəfərin də gücü var. Onu da təşəkkür ederim gəldiyinizə görə. Var olasınız.